Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizlər kanalımda. Bugün sizlərlə Bizə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından mətnli test işləyəcək. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək mətnimizə. Acgöz qadın. Bir qadının qırmızı lələkli, yumşaq tüklü, sarı dimdikli toyuğu varmış. Bu toyuq hər gün yumurtlayırmış. Toyuğun yumurtaları böyük imiş, bazarda yaxşı pula gedirmiş. Qadın isə acgöz imiş. Bir gün fikirləşir ki, toyuğun yemini 2 qat versəm, onda gündə 2 dəfə yumurtlayar. O belə edir, toyuq bol yem yedikcə kökəlir. Kökəldikcə isə tənbəlləşir. Axırda tənbəllikdən bir dənə belə olsun yumurtlamır. Baxaq indi də testlərimizə uşaqlar. Hansı söz qadını izah edir? A bəndi gözü tox, B bəndi tamahkar, C bəndi tənbəl, D bəndi loğva. Əlbəttə ki, hansı? Tamahkar. Baxaq ikinci sualımıza. Qadın yumurtaları niyə çoxaltmaq istəyir? Yaxşı pula satmaq üçün. Cavabımız olur A bəndi. Yaxşı pula satmaq üçün. Baxırıq üçüncü sualımıza. Hansı atalar sözün mətnin məzmununa uyğundur? Azaqanə olmayan çoxa çatmaz. Cavabımız olur B bəndi. Baxırıq indi dördüncü sualımıza. Qadının toyuğunun əlamətlərini yazın. Qadının toyuğunun qırmızı lələkli, yumşaq tüklü, sarı dimdikli. Baxırıq indi də 5-ci sualımıza. Toyuq niyə yumurtlamadığını izah edin. Toyuq ona görə yumurtlamırdı ki, qadın ona çoxlu yem verir, toyuq da kökəlir və kökəldikcə də tənbəlləşir, yumurtlamır. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.